Salam yoldaşlar, dövlət qurumuna hazırlaşan namizədlər və dövlət qurumları. Bugün yeni bir video təqdim olunur. Bu videomuz nə ilə bağlıdır? Bu dövlət qurumunda ən axırıncı dəyişikliklərlə bağlı olaraq həm dövlət qurumuna hazırlaşan namizədlərə, həm müsahibəyə, yəni həm testdə, həm müsahibəyə, həm də dövlət qurumunda işləyən şəxslər lazımdır. Yoldaşlar, mən bu videoda əsasən nəyə diqqət etmək lazımdır ki, son dəyişikliklərlə bağlı olaraq burada dövlət məvacibi ilə bağlı, qulluq stajı hesablanmasıyla bağlı, onlarla bağlı məsələ yer verəcək. Gəlin başlayaq. Və biz burada nədən başlayırıq ki, dövlət qulluğundakı qulluq stajı məsələsindən başlayırıq. Qulluq stajında nələr nəzərə alınır? Bax, bunların biz həmin o 90%-i əvvəlki qanunda əks olduğuna görə buna qədər yer veririk. Sadəcə baxsanız, kifayət edir. Əsas məsələləri izah ediləcək məsələyə gəlir ki, nəyə diqqətlə baxın? Bax, bu məsələ. Bunu deyim və izahını deyim. Dövlət qulluğunun qulluq stajı müəyyənləşdirirkən, onun qulluq stajına bu qanun qüvvəyə minərək, qanunvericilik, icra, məhkəmə hakimiyyəti orqanlarında, həmçinin Azərbaycan ərazisinin kənarında 1991 Dövlət Sovet Partiyanın iş müddətdə onun iş stajına daxil edir. Və Azərbaycan ərazisinin kənarında müddət götürmək lazımdır. Ərazisi yox, kənar məsələsidir. Yəni yazılır ki, yalnız ərazisidir. Daha sonra əlavə olunan təzə bir məsələ. Dövlət qulluğunda qulluq stajı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemi və dövlət qulluqçunun reyestrlərinə əsasən əmək məcəlləsinin 7-ci maddənin 2.1 hissəsində müəyyən edilmiş hallarda, eləcə də 2014-cü ilin iyul ayının 1-də xitam verilmiş əmək müqaviləsinə münasibətdə isə əmək stajı müəyyəndir. Bax, burada önəm verəcəyimiz məqamlar nə ilə bağlıdır? Ona görə diqqət edilir. Burada önəmli bir məsələ yoldaşlar. 2014-cü ilin iyul ayının 1 məsələsi. Bu maddənin izahı sizə məsəl üçün əmək məcəlləsi 7-ci maddə 2.1 hissəsinə baxıb nə qərar gəlir? Bu maddənin izahını belə ki yoldaşlar. Misal üçün bir şəxs gəlir ki, dövlət qulluğuna mülk şəxsin söhbətidir. Dövlət qulluğuna qəbul olmaq istəyir. Və o qeyd edir ki, mən işləmişəm. Əgər o şəxs 2014-cü ilin iyul ayının 1-nə qədər əvvəl kimi işləyirsə, onun əmək kitabçasına ehtiyac yoxdur. Çünki o elektron sistem var, girib ora baxılacaq, oradan əldə olunacaqdır. Amma o şəxsin qeyd edir ki, 2014-cü ildə əvvəl işləmişəmsə, deməli, əmək kitabçasına ehtiyac var. Və amma bir şey yadda saxlanır ki, bir şəxs hərbidə, bəzi məsələdə yerlərdə işləyənlər var ki, onlarda elektron sistem olmalar. Onlar əmək kitabçasını təqdim etməklə olacaqlar. Həm 2014-dən əvvəl və 2014-dən bu tərəfə. Yəqin ki, aydın olsun sizlərə. Bir daha deyirəm ki, mülk şəxs işləyənlər 2014-cü iyul ayından 1-nə kimi əmək kitabçasına ehtiyac olmayacaqdır. 2014 iyul ayının əvvələ əmək kitabçası olacaqdır. Amma hərbidə isə həm 2014-dən əvvəl və bu tərəfə kimi əmək kitabçası lazımdır. Bax, bu maddənin izah məsələsidir. İndi yoldaşlar, digər məsələlərə keçirik, digər məsələnin izahına keçirik. Demək, diqqət. Nəzərə salalım burada. Və burada baxaq görək ki, bunu qeyd elədik. 2014 məsələsini, əsasında önəmli bir məsələ oydu. Və keçən daha sonra isə ən əlavələr məsələsi var. Axırlara doğru gedirik. Dövlət qulluğuna yaşatdı, bunlar əvvəlki xitam verilməsi məsələsi və buradan əməyin ödənilməsinin tətbiqi və idarə olunması məsələsi. Bax, burada yoldaşlar nələrə diqqət ediniz zəhmət olmasa? Və mən qedim, əməyin ödənilməsində rəqabətlik, mütənasiblik 2, motivasiya, çeviklik və uyğunlaşan amillər nəzərə almaqla bu qanun və əmək qanunu tənzimlənir. Deməli, nələrlə tənzimlənəcək? Birinci, bu qanun, yəni dövlət haqqında qanun. İkinci, əmək qanunu tənzimlənir. Bəs hansı amillər nəzərə alınır? Birinci, rəqabətlik. İkinci, mütənasiblik. Üçüncü, motivasiya. Dördüncü, çeviklik və uyğunlaşma. Hər birində biz bir izahına gələcək. Burada onu izah edelim. İlk öncə, bu məsələ gəlir ki, bu abzası deyil və bu abzasının izahını verir. Dövlət orqanlarında, dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait, müəyyən edilmiş işçilərin ümumi sayı
və struktur bölmənin yaradılması üçün işlənən say həddi çərçivəsində ştat cədvəlində struktur bölmələrin işlən say müəyyənləşdirməsində sərbəstdir. Deməli, yoldaşlar, təzə əlavə olunmuş qanunda çox gözəl bir şey bilir ki, bir dövlət orqanında, dövlət büdcəsinə maaşa gelir, nazirliklərdə, komitələrdə, bu yerli icrada hər hansı, bax, məsələn, deyir ki, bunlar ştat yaradılması üçün, ştat cədvəlinin strukturunda say həddində sərbəstdirlər. Yəni, belə deyim ki, nazir bir dövlət orqanında, müəssisədə ştatın yaradılmasına sərbəstlik edir. Amma reqlament məsələsində. Biz dövlət haqqında qanunun əvvəlində qeyd olunmuşdur axı, ştat yaradılması üçün bölmə rəhbəri daxil olmaqla 8 ştat var idi. Yəni, bu, belə deyim də, sərbəstliyi verir. Məsələn, deyir ki, burada dövlət sistemlə bağlı 3-ünü yarad, orada şöbələrin, məsəl üçün, artıq olmamaqla 300 nəfər ştat verirsə, o 300 nəfəri elə böl ki, o reglamenti keçməyəndən 5 şöbədə yarada bilərsən, 8 şöbədə yarada bilərsən, amma şöbələrin çox olmamaq şərtində də o sayı keçməməlisən. Ona görə deyir ki, o cəhətdən sərbəstdir. İndi yoldaşlar, gəlin digər məsələlərin sizə izahını verək. Nə məsələdir? Bax, burada qeyd elədiyim amillərin bir açıqlamasını verir. Diqqətlə baxın, abzası işarə edeyim və deyim. Birinci hansına başlayır? Rəqabətdir. Baxın yoldaşlar, qeyd olunub rəqabətlik məsələsi. Rəqabətlik dedikdə, dövlət qulluqçularının, dövlət məvazin səviyyəsinin özəl sektorda analoji vəzifələrinin əmək səviyyəsi qulluq funksiya mürəkkəbliyi məsələsi baxımının balanslaşdırılması deməkdir. Bax, bugün bir şəxs gəlib deyildi ki, mən özəl sektor, burada şöbə müdürüyəm, amma özəl sektor, misal üçün, Kapital Bankda şöbə müdürü olan şəxs deyildi Kapital Bankda buradan daha çox idi. Amma indi isə maaşların demək olarsa balanslaşdırılması nəticəsində bunlar eyni oldu. Onu belə deyim ki, rəqabətlik məsələsində uyğunluq yarandı. Bu məsələdir. İkinci məsələ isə nə deməkdir olacaq? Mütənasiblik məsələsidir. Gəlin ki, mütənasiblik nə deməkdir? Dövlət qulluqçularının dövlət məvacibinin orqanın kateqoriyasına, vəzifənin təsdifatına, əməyin ödəniş səviyyəsinə, qulluq stajına, xidməti və qiymət nəticəsinə uyğun olaraq müəyyən edilməsi deməkdir. Yoldaşlar, bildirim ki, mütənasiblik deyilən bir məsələ bu dövlət məvacibinin, yəni kateqoriya uyğun olaraq, vəzifənin təsdifatına uyğun, ödəniş səviyyəsinə uyğun olaraq, qulluq stajına uyğun olaraq müəyyən edilməsidir. Gəlin keçin motivasiya. Əsas dövlət qulluğuna hazırlaşan və orada işlənmək üçün ən önəmli məmur nəzərdə tutardır. Motivasiya dedikdə, dövlət qulluq vəzifəsində yüksəlişlə yanaşı, fərdi peşkarı və yüksək səriştəli keyfiyyəti artırılması və qədər əməl həvəsləndirilməsidir. Deməli, siz motivasiya bunu bildirir ki, sizi həvəsləndirir. Necə həvəsləndirir? Gəlin nəzərdə tutaq ki, dünən qanun qəbul olmamış nədən, eyni təsdifatda məsləhətçi ilə aparıcı məsələsi arasında 5 manat, 10 manat fərq edirsə, indi isə 100 manat, 200 manat fərq edirdi. Ona görə və motivasiya yaranır. Üstəlik də necə həvəslənsən? Sən əvvəlləri qulluq stajını artan zaman qulluq stajını artırırsan. Düzdürmü? Faiz məsələsi az olurdusa, indi qulluq stajını artan zaman sənin faiz məsələn daha yüksək olur. Yəni ki, səndə bir motivasiya var ki, irəliləmək məsələsi, illərin artması maaşının daha yüksək səviyyədə artırması daha çox önəmlidir. Bax, bu motivasiya mənimə gəlir ki, hər kəs üçün önəmlidir. Gəlin, digər məsələ keçək ki, dördüncü bir amil çeviklik və uyğunlaşma dedikdə nəzərdə tutulur. Bu, dövlət qulluqçunun dövlət müvacibi səviyyəsinin iqtisadiyyatın inkişaf səviyyəsinə uyğunlaşdırmasını təmin etməsində tutulur. Yəni, çeviklik və uyğunlaşma bizim iqtisadiyyatımızın inkişaf səviyyəsində təmin edilir. Keçdik dövlət müvacibindən bağlı məsələyə. Dövlət müvacibinə nələr daxildir? Dövlət müvacibinə daxil olan aylıq vəzifə maaşı, ixtisas dərəcəni görən haqq, qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı olması 5 saatdan çox işlədiyinə hər saata görə əlavə haqq. Bax, bu təzə qanunlardan biridir. Daha sonra əmək qanunu versə əsasən, əmək şəraitlərə qədər şamil edən əlavələr, qulluq şəraiti, ağır və zərərli iqlim şəraiti. Yəni ki, sizin işlədiyiniz bir ərazi, belə deyək ki, qulluq şəraiti salonu çətin olarsa, hündür bir ərazi olarsa, hündür bir ərazilər məsələsi orada və yaxud da iqlim məsələsi, susuzluq məsələsi, ona görə məvacibə əlavələr daxil edilməsini bildirirdi. Onlar məvacibə daxil edəcəkdir.
və dövlət qullusunun aylıq vəzifə maaşı mütənasiblik amilini nəzərə almaqla əməyin ödəniş səviyyəsinə uyğun pilləsində uyğunluq müəyyən edirdi. Və yoldaşlar, burada nə məsələ edirdi? Və özü baxın, dövlət qullusunun dövlət büdcəsinin ödənilən dövlət məvacib yalnız bu qanunla müəyyəndir. Bayaqlar bir şeyin izahında əmək məcəlləsi bilirsə, amma dövlət qulluqçusunda məvacib yalnız dövlət qulluğu haqqında qanunla müəyyəndir. Bura baxın yoldaşlar, bu məsələ. Deyir 33.2.4 sizə imtahanda bu maddənin bu nömrəsi düşməyəcək. Bax, bu düşəcək. Deyir ki, burada nəzərdə tutulan əlavələr müvafiq qaydaya hesablanan məbləğin 50%-nə tətbiq edir. Nə deməkdir bu? Gəlin, çox adam bu maddəni başa düşmür. Gəlin, bu maddəyə bir dənə qayda var. Bu maddəyə qayda deyir ki, bax, bu buna ispat edir. Burada, yəni bildirir nə? Qulluq şəraiti ağır və zərərli olur. İqlim şərtinə görə əlavələr 50% tətbiq edir. Nə deməkdir yoldaşlar? Misal üçün, siz maaş alırsınız 3000 manat, düzdür. Və 3000 manat maaş alırsınızsa, qulluq şəraitində bəzilərsində var ki, 20% məbləğində verir. Tutaq ki, hündürlük yerdə işləyirsiniz. Bəzilərində var 30% verir. Gəlin deyir, 3000-in 30%-i veriləcək. 3000-in 30%-i nə qədər edir yoldaşlar? 900 manat. Düzdür. Amma 3000-in 900 manatını vermir. O deyir, bu 50% onu bildirir ki, 900-ün 50%-ni verir. 900-ün də 50%-ni nə qədər edir? 450 manat. Bir daha deyirəm ki, bunun bir dənə də izahını verir yoldaşlar. Baxın, siz, yəni ki, 50% məsələsi vəzifə maaşınız nə qədər idisə, qulluq şəraitində zərərli iqlim şəraitidir. Bəzi yerlərdə var işə görə 20%, bəzilərində 10%, bəzilərində 30%. Siz onları 10%, 20-30% bilməyə ehtiyac yoxdur ki, iqlim şəraitinə görə 20 verilir, yüksəkliyə görə 30 verilir, dənizə görə 50 verilir, onlara bilməyə ehtiyac yoxdur. Sadəcə olaraq hesablanması 50% nəyə oldu demək istəyirəm ki, deyir orada nə qədər edirsə onun 50%. Niyə yoldaşlar? Əvvəlləri, gəlin nəzər tutaq. Əvvəlləri bir şəxs alırdı 1000 manat, 1000 manatı deyirdi 30%-ni verirəm. Bəli, 1000-də 30 nə qədər edirdi? 300 manat. Üzərinə 300 gəlirdi, 1300. Böyük bir fərq eləmirdi. Axı, indi 3000 manatın 30%-ni verirsə, bu gəlib çıxacaq 3900 manat, 3900 manat edir. Böyük bir rəqəm yaranır. İndi deyək ki, bu 900-ün 50%-ni hesabla verir. Əgər, məsəl üçün, 600 manat edərsə, 600-ün 50%-ni veriləcək. Yəni, 300 manat. Yəqin ki, bunu başa düşdünüz. Bax, bu 50% məsələsi onu əhatə edir. İndi davam edək digər bir məsələlərimizə. Bunların hamısını qeyd elədik və dövlət qulluqçusu bax, əməyin ödəniş səviyyəsi və pillələr. Bax, burada xahiş edirəm ki, yəni yadda saxlamaq çox çətin olacaqdır. Sizə nə gedib 35-ə baxmaq lazımdır, nə 17-yə baxmaq lazımdır. Sadəcə olaraq qısaca bir bunu izah edin ki, indi inzibati vəzifələrdə və yardımcılarda səviyyələr müəyyənləşdirilir. 35-ci səviyyə, yardımcılar 17. Bunu yadda saxlayın. Yəni, ən aşağı səviyyə 35, onunla bağlı yoldaşlar. Prezident fərmanında var, yəni biz orada 1-ə nə daxildir, 2-ə nə daxildir, bilməyə ehtiyac yoxdur. Niyə? Sizin imtahanınıza düşmür. Amma qəbul olduqdan sonra bilmək üçün prezident fərmanı daxil, onu yükləyib baxa bilərsiniz. Sadəcə bilin ki, inzibatidə səviyyə neçədir? 35. Yardımcı neçədir? 17. Belə yadda saxlamaq olardı. İndi digər məsələyə gələn yoldaşlar, yəqin ki, bu da başa düşürdü. Digər məsələ keçən ki, burada nə məsələlərdir? Yəni, sırf... Bax, dövlət qulluğunda nə deyil? İnzibati vəzifələr üçün müəyyən edilmiş minimum vəzifə maaşı yardımcı vəzifələr üzrə ən yüksək səviyyə üzrə bazı aylıq vəzifə maaşından az ola bilməz. Bir də deyiləm, inzibati vəzifələr üzrə müəyyən minimum vəzifə maaşı yardımcı vəzifənin ən yüksək səviyyəsindən bazı aylıq maaşından az ola bilməz. Bu nəyi bildirir? Çoxlu zəqin ki, bilməz. Bax, deyir ki, inzibatidə gəlin götürək ki, səviyyə var da, bizdə gedir ki, belə qeydində yoldaşlar, birdən 35-ci inzibatidə ən axırıncıdır. Düzdürmü? Yardımcıda isə ən yüksək nə idi? Bax, belə deyək də, 17-dir. Ən yüksək 1-17-dir.
Bu bir daha rahat yazım sizin üçün. Yardımcıda 1-17. 17 en aşağı, 1 en yüksək. İnzibati necədir? 1-35. 35 1 en yüksək, 35 en aşağıdır. Deyir inzibatidə 35-ci səviyyədə minimum alan yardımcının en yükseğinden yüksək alacaqdır. Bir deyirəm, inzibatidə en aşağı 35'də olan yardımcıda en yüksekte olan birden yüksek alacaq. Misal üçün, bu 1100 manat alırsa, yardımcıda bu 1100'den aşağı olmalıdır. Misal üçün deyirəm. Yəni ki, bak, əvvəlləri amma elə deyirdi. Əvvəlləri ali kategoriya olan yardımcısı inzibatının 7'sini yüksək alır. İndi isə deyir, elə bir söhbət yoxdur. Amma qəşəng bir məsələdir bu da. Digər məsələ keçək. Yəqin ki, bu məsələdə sizlər üçün aydın oldu. Deməli, digər məsələyə baxalım. Yəni, bu 1-7-ci pillər məsələsidir bu. Və davam edəyən yoldaşlar, dövlət qulusunda aylıq vəzifə maaşının müəyyən şərtləri. Aha, baxın yoldaşlar, aylıq vəzifə maaşı nə məsələdir burada gedək? Ödənişlər məsələsidir. Baxın yoldaşlar, bax, belə bir ödəniş sistemi çıxır qarşınıza. Bu ödəniş sistemi nədən ibarətdir? Yazır ki, aylıq kateqoriyada ali 1-2-3-cü təsdifatlar üçün dövlət qulunda və yardımcı vəzifətli dövlət qulusunda ödəniş pilləsi qulluq stajının müddətindən asılı olaraq müəyyəndir. Xahiş edirəm, bu sistemi bilin. Əməyin ödəniş pilləsi 1-7, bəxtlə qeyd edəməyib 1-7. Bax, bu budur. Əməyin ödəniş pilləsi. Hamınıza arzu edirəm ki, 7-ci pillədə olun. Burada birinci pillə aşağıda ha, elə bilməyin ha biri. Birinci başlayın 1, sonra 2, sonra 3, sonra 4, sonra 5, sonra 6, sonra 7. Deməli yoldaşlar, bunu ali kateqoriyada olan, ali 1-2-3-cü təsdifatlar üçün, ali kateqoriyada və yardımcılar üçün bu cədvəldir. İnzibati vəzifələrinin birinci kateqoriyadan başqa cür hesablanma gələcəkdir. Ali kateqoriyanın yardımcılarda isə bunlardır. Bunlardan nələr daxil yoldaşlar? Burada bizdə 15 il, 1-dən 5'e qədər var. 1, 5, 5, 10, 10, 15, 15 yuxarı. Bizdə 20-25 söhbəti yoxdur. Amma yardımcı ali kateqoriyada bu var. Niyə? Onu deyim ki, göstərim nesədir izah edeyim. Ona görə ki, inzibatilərdə ali kateqoriyanın xidməti faizi qiymətləndirilməsi yoxdur, yardımcılarda yoxdur. Biz xidməti faizi qiymətləndirilməsi görə səviyyələrimiz artır. Amma onlarda olmadığına görə illərə görə verir. O da ki, bir yadda saxlayın yoldaşlar. 1-5 birinci səviyyə olacaqdır, 1-5 ikinci səviyyə olacaqdır, 5-10 üçüncü səviyyə olacaqdır, 10-15 4, 15-20, 15'dən 20'yə 5, 20-25, 6, 25'dən yuxarı 7. Bunu yazırsınız 1, 2, 3, 4, 5, 6, 7. Sonra isə gəlirik bura. Birinci yazı 1, sonra 1-5, 5-10, 5-10, 15-20, 20-25, 25 yuxarı. Sizə risk desək ki, 4-cü səviyyə çətinlik gələcək. Amma rəqəmlə yazsaq ki, bunu 1-7, burada 1 və dediyim qaydada geçsə, bura olacaqdır. Misal üçün, 4-cü səviyyə düşsək ki, 12 il. Demək ki, 12 il hansına aiddir? Buna 10-12 arasında düzdürmü işləyir? Həmin o 12 il sən səviyyə 4-cü səviyyə. Misal üçün, düşsək ki, 22 il. 22 il hansına aiddir? Aha, 20 ilə 25 ilə 22 il neçən səviyyə olacaq? 6-cı səviyyə. Yəni, səviyyələrdə isə yoldaşlar, burada qeyd olunmuyor, bilməyə ehtiyac yoxdur. Həmin səviyyədə isə birinci səviyyə maaşının, ikinci səviyyə maaşının nə qədər olması məsələsidir. Onu yazmayıblar, yazmasaq daha yaxşı olar ki, yazıblar, amma imtihanınıza düşür o cəhətdən. Yəqin ki, bu məsələni də başa düşdünüz. İndi keçəyin ki, biz öz inzibatların hesablanma məsələsinə diqqət bilən bunu silim və digər məsələyə keçəyin. Deməli, burada diqqətlə baxalım. Baxın yoldaşlar, nə yazır ki, ödəniş inzibati baba, digər inzibati vəsədə mən də deyim, əməyin ödəniş pilləsi, qulluq stajları, baxın, qulluq stajları və xidməti faitin qiymətləndirməsinə sizə uyğun olaraq hesablanacaqdır. Bir pillə yuxarı, baba nə yaxardır? Sizin qulluq stajınıza görə 1-dən 5-ə qədər, 5-dən 10 ilə qədər, 15-dən yuxarı. Bax, siz girən kimi birinci səviyyəsiz. Maraq üçün yazar, bilməyə ehtiyac yoxdur. 1-dən 5-ə qədər olsa artıq siz ikinci səviyyəni götürəcəksiniz.
5 ilə 15 ilə 3-cü səviyyəyə götürəcəksiniz, 15 ilə yuxarısı 4-cü səviyyəyə götürəcəksiniz. Yəni illər olan zaman 4-cü səviyyəyə götürəcəksiniz. 1 ildən 5-ə qədər sadəcə olaraq olursa lori dildə yazılan. Bunun da səviyyələri var. Yəni 1 ildən 5-ə qədər 5 il, amma bu sizə düşmür. Sadəcə yadda saxlamaq. 1 ildən 5-ə 2-ci səviyyə olacaqsınız, 5-10 3-cü səviyyə olacaqsınız, 15 yuxarı 4-cü səviyyə. Həmçinin qiymətləndirmənin nəticəsinə uyğun olaraq sizə əla qiymət verilərsə, 2 dərəcə yaxşı qiymətləndirmə olarsa, burada da səviyyələr bir-bir götürülür. Birinci səviyyə, birinci səviyyə. Gəlin belə götürək. Sizin 10 ildən çox stajınız var. 10 ildən çox hansına aiddir? Buna aiddir. Siz neçənci olacaqsınız? Artıq 3-ü vurdunuz deyək. Sadəcə olaraq mən yenilirəm, bunu pozuram, bunu bilməyə ehtiyac yoxdur. Sadəcə bilin ki, sizin yadda saxlamanız üçün deyirəm ki, nə məsələdir ki, bu məsələ 1, 5, 5, 10, 15-i yuxarı. Səviyyəni yaxşı yazmıyor ki, əziz edəyəsiniz. Və burada da nəyə görə? Əla qiymətli 2 əvazı verməkdir. Bizdə 25 il yoxdur, əvəzini biz bununla ödəyik. İndi digər məsələ baxın yoldaşlar. Digər məsələ isə bizdə belə var. 3 dəfəsi məsələ gedəcək. Xidməti fərdi qiymətləndirilən dövlət qulusun, qulluq keçdiyi dövlət orqanında eyni vəzifədə xidməti və qiym nəticəsinə görə qulluq ustara görə tutduğu pillədən daha yüksək pilləyə tutması 3 dəfə yol verir. Yəni bu nəyi bildirir? Bir şəxs gələ bilər, deyə bilər ki, mənim girdi birinci il, 3 il dalbadal o şəxsə əla qiymət aldı. O deyə bilər ki, qalxdı. Amma 3 dəfədən artıq səviyyəli qalxması yol vermir. Deyir, qulluq stajı olan zaman veriləcəkdir. Qulluq stajı daha çox olarsa onda veriləcəkdir. Burada 3 məsələsini yadda saxlayın. Və indi digər məsələ keçən yoldaşlar, bu abzasını izahına keçək. Xidməti fəaliyyəti qiymətləndirən dövlət qulusu, xidməti fəaliyyətin qiymətləndirməsi nəticəsinə görə ödəniş pilləsi növbəti il yanvar ayının 20-sinədək müəyyəndə fevral ayının 1-də ştat cədvəlindən nəzərə alınacaq. Yəni, hər halda vaxt yanvar ayının 20-sinədək müəyyən ediləcəkdir və 1 fevraldan ştat cədvəlindən nəzərə alınacaq. Bunu bilək. Sonra, bu maraqlı bir məsələdir ki, maraqlı bir nüansı qeyd edək ki, bu xidməti qiymətləndirilən, əla və yaxşı qiymətləndirilən inzibati vəzifəli dövlət qulusunun sayı hər bir qiymət üzrə həmin dövlət orqanı inzibati vəzifədə qiymətlərə aparılan dövlət qulusunun ümumi sayının 10% artıq olmaz. Nə deməkdir? Bu böyük bir mübahisə yaradacaq. Mən sizə əmin edirəm ki, dövlət orqanında bu ilin axırı və gəlin ildə mübahisə yaradacaq. Deyir, misal üçün 300 nəfər işçiniz var, düzdür mü yoldaşlar? Xidməti fəaliyyətə qiymətləndirən inzibatilərdən. Bunun deyir ki, əla 10% verə bilərsin. Çünki deyir, hər birinə yaxşıya da 10% nəzərdə tutulur. 300-ün 10% nə qədər verir? Yaxşı, bunun 30 nəfərinə verilir əla. Deyir ki, 30 nəfər 310% verir, verdi yaxşı. Yəni deyir, 240 nəfərinə sən kafir qeyri-kafir qiymət verəcəksən. Biraz bir nəzər tutaq, bu dövlət orqanında aparat rəhbəri var, aparat rəhbəri müavini var, bölmə rəhbəri var, müavinlər var, sektor müdirləri var, müşavirlər var, nazirin köməkçiləri var və regional rəislər var. Hamısı bilir, deyir, xidməti fəaliyyətin qiymətinin 10%-ni əla verə bilərsən, onu keçmə bilərsən və 10% yaxşı verə bilərsən. Onu yuxarı keçə bilməzsən və qanunlu əsə, yəni yerdə faiz hesablasaq, qanun deyir ki, qeyri-kafir verəcəksən. Bu mənə elə gəlir ki, böyük bir mübahisə yaradacaq məqamlardan biri olacaq. Digər məsələyə keçən yoldaşlar, yəqin ki, bunu da başa düşdünüz. Deməli, burada müəyyən bir nüanslara keçirək ki, bunlar bəzən rahat məsələlərdə çox yer ayrımıram. Və burada eyni təsdifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi, daha aşağı təsdifatdan olan vəzifəyə keçirilməsi, intizam tənbih edən bir tətbiq edilmiş dövlət qulusu başqa vəzifəyə keçidə əməyin ödəniş pilləsi dəyişilmir və ayrıq vəzifə maaşı keçidi dövlət qulu vəzifəsinə uyğun olaraq müəyyəndir. Yəni, qulluq keçidi vəzifəyə uyğun olaraq müəyyən edəcək ayrıq maaşı. Sonra, xidməti fəaliyyəti qiymətləndirilir aparılan inzibati vəzifədən dövlət qulusunun intizam tənbih qüvvədə olduğu dövrdə əməyin ödəniş pilləsi xidməti fəaliyyəti qiymət nəticəsinə görə artırılmır. Çünki onun xidmət fəaliyyəti qiymətləndirilməsində
qiymət verə bilmir axı, o insan təbiətə verildi. Və insan təbii götürüldü və qüvvədən düşdüyü vaxtdan həmin inzibati vəsfətdən dövlət qulusu əməyin ödəniş biləsi xidmət fərqini nəzərə almaqla müəyyən edəcək. Qiymətləndirilir axı insan götürüldü. Bir də buna diqqət edilir. Və dövlət qulluqçusu dövlət qulluğuna xitam verilərkən sonuncu qiymətləndirilir. Qeyri-kafi olmuş dövlət qulluqçusu digər dövlət orqanına qəbul olunduqda əməyin ödənişli qulluq stajı görə müəyyən edəcəkdir. Yəni bu adam, mən işləyirəm misal üçün yoldaşlar, Gənclər və İdman Nazirliyi. Xidməti faizi qiymətindən sonuncu mənə qeyri-kafi qiymət verilirsə, digər dövlət orqanı, misal üçün keçirəm Ekologiya Təbii Sərvətlər Nazirliyi və əməyin ödəniş biləsi mənim qulluq stajıma görə müəyyən ediləcəkdir. Yəni o xidmət faizinin qiymətləndirilməsinə görə müəyyən edilməyəcəkdir. Çünki mənə qeyri-kafi qiymət verilirdi. Sonra keçən digər bir yoldaşlar, bax burada məsələ var ki, 7.5% bu belə deyim ki, sizin o pillələrin də maaşınızın artırılması məsələsidir ki, birincidən ikinci arasında 7.5, ikinci arasında 7.5% olurdu. Sadəcə 7.5-i əzbərləyin ki, yüksək imkanisi faizi 7.5%. Bir də ən axırıncı, bu məsələni qeyd edək ki, yoldaşlar, burada nə deyir? Siyasi vəsatlar var. Birinci vitse-prezident, vitse-prezidentlər, Azərbaycan baş naziri onun müavinləri, Naxçıvanın baş naziri onun müavinləri, Mərkəzin rəhbəri və onun müavinləri, Naxçıvanın mərkəzi icra hakimiyyəti rəhbəri və onun müavinləri, yerli icra başçısı, rəhbəri başçısı vəzifəsini tutan şəxslərə münasibətdə əmək stajına görə. Əmək stajına, gələcəm buna izahına. Hərbi qulumlar, hüquq mühafizə, prokuror qulumlarında, ailə xüsusi rütbələri nəzərdə tutanlarda isə rəhbər müavinləri vəzifələri, Naxçıvan hərbi qurumları, hüquq mühafizə prokuror qulumları, ailə hərbi nəzərdə tutan rəhbərləri və onun müavinləri vəzifələri, diplomatik rütbət rəhbərləri, onun müavinləri vəzifələri isə münasibətən xidməti illərinin ödəniş səviyyəsi buna uyğun müəyyəndir. Bu nə deməkdir, yoldaşlar? Bu o deməkdir, qayıdırıq həmin bu cədvələ. Bu cədvələ. Həmin bu cədvələ. O onu bildirir ki, siyasi vəzifə tutanların əməyi stajı, rütbə tutanlarsa o xidməti illəri buna uyğun tətbiq olunacaq. Misal üçün, vaxtı ilə Azərbaycan Respublikasının baş naziri və ya baş nazir müavini işləmiş şəxs xitam verilirsə, dövlət ona gəlib işləyirsə, o birinci səviyyədən başlamayacaqdır. Onun səviyyəsi bu cədvələ verəcəkdir. Gəlin birini necə verəcəkdir? Tutaq ki, o adam 20 il Azərbaycan baş naziri və baş nazir müavini işləyirsə, baxacaq 20 il hansı düşür? Bu. 20 il vurur. Deməli, o adam 20 il vurursa, budur və 6-cı səviyyədən başlayacaq. O maddənin izahı bax buna dəlalət edir. Misal üçün, gəlin belə götürək ki, vitse-prezident, o şəxs 17 il işləyibdir və gəlib dövlət qulluğuna. Gəlin belə 17 il hansına uyğun gəlir? 15 ildən 20 arası 17 il. Deməli, neçən səviyyə olacaq? 5-ci səviyyə. Bax, sizə belə bir suallar düşəcəkdir. Mənə elə gəldi ki, bu da aydın oldu. Kimsə əgər nəyisə başa düşməsə, suallar yanarsa, əlaqə saxlaya bilər və yeni bir videoda gələcək bu dövlət qulluğunu dəyişiklik kateqoriyalarına bağlı. Hər bir kəsə bolucu olurlar. Təşəkkür edirəm.